Kim öldürüb? Mən. Sən? Bəli. Nə vaxt? Dedi ged öldü, o bizim düşmanımız. Bir dəqiqə, saxlayın musiqini. Nə zaman dedi səni? Saxlayın musiqini. 2 il bundan öncə. Harda öldürdün? Qaradağda. Hardadır? Yəni hara getmişdin? Qaradağda hara getmişdin? Onun evini bilmirəm mən. Aha. Göstərdilər mənə. Göstərdi. Bu mənə dedi ki, o sənin atavı da o öldürüb, o bizim ən böyük düşmanımızdır. Hər Ged gün onu sənə bu öldür. sözdə. Bir dəqiqə, hamı Allah sakit. görür, Xahiş edirəm, mən biri danışıram. bu Bir dəqiqə. axırdır, bundan Bir dəqiqə yana sakit. yoxdur. Yəni, Sənə qulaq astım ki, bir Canə, mənimlə danış. Bu xanım səni məcbur edirdi ki, iddiam belədir. Ki, atanı, ananı öldürüb, sən də ananı öldür, sən də gedib öldürdünmü? Səni demirəm, sən də gedib Ne öldürdün mü? oldu, kvartirant qaldım, bu qədər ərdə qaldım, kvartirant qaldım, bir adama bir ziyanım olmadı. Sən də evə ayaq qoyandan sonra Canə, bu 2 şeylər il bundan oldu. öncə elədin. Bəli. Nə ilə öldürdün? Hə? Mən çox səhv eləmişəm. Kim Ona bağlansın? görə mən peşmanam. Kim bağlansın? Kim bağlamaq istəyir, bağlansın. Nə ilə öldürmüsən? De. Özü bilir, özü qəşəng. Sən dedi, mən xahiş edirəm sən de. Ne oldu son evinə Xahiş gələndən edirəm, sonra Cahanə, xahiş edirəm. Ne oldu son Cahanə, evinə xahiş gələndən edirəm. Cahanə, xahiş edirəm. Nə ilə öldürdün? sonra? Olduğum bir peşmanam. Nə ilə öldürdün Cahanə? Gərək eləməzdim. Eyb yox, sən dayan. Kim var idi evdə? Gəlsin analiz götürsün. Bu dəqiqə tələb eləyirəm. Gəlsinlər səndən də analiz götürsün. Məndən Qulaq də as, analiz kim var idi evdə? Gəlib ikimizdən də Evdə analiz- kim var idi Cahanə? Evdə kim var idi? Yoldaşı işdəydi, işdən gəldi. Aha. Yoldaşı işdəydi, işdən qızı idi. Oğlu dedilər, oğlu da var, daxili qoşunlarda. Sən bu hadisəni törətmisən də oradan. Bəli. Kim var idi evdə? Özü evdəydi. Yoldaşı, özü, yoldaşı, ailəsi Bildimi? Hadisə olanda kim var idi evdə? özləri idilər. Qanın içində, bütün hər yerim qan içində gəldim bunun evinə. Çıxartdı paltarlarımı, atdı paltar yuyan maşının içinə. Bibin. Yalan danışır. Bir son dəqiqə məlumatı gəlib. Sakit xahiş edirəm. Bir hələ zulüm çəkir, Səbir, aparıcı da eyb siz yox. də. Hamının qanın qaraldır, hamının qanın eləyir belə zəhər Bir son dəqiqə məlumatı var. Sakit olun, xahiş edirəm sakit olun. Dünəndən bu açıqlamanın üzərində biz işləyirik. Əslində hadisə qismən təsdiqini tapıb. Anasını bıçaqlamağı. Tabat xanım ölümdən dönüb. Və deyir ki, ata tərəfində Cahanə kimi problemli insanlar çoxdur. Və məhz bu, o xəstəlik istəmirəm deyib, şığla başlayan. Və bu, onlarda irsi kimi bir şeydir deyə, dəyib dolaşa da bilmirlər. Bıçaqladığını anasını bilirdin, yoxsa yox? Dedim də inanmadım. Mikrofon. Demişdim, indi etiraf eləyirik. Dedi başına dönüm, belə biz inanmadım. Mikrofona. Bizim qanımızda. Dedi ki, anamı bıçaqlamışam. Dedim, əgər hələ bir iş görmürsən, get təslim ol. İstəyir 20 ildən sonra da get. Dünən xəbəri yox idi. Nə? Sakit ola zənci qəbul edim. Çox mühüm son dəqiqə məlumatıdır. Və Cahanənin etirafı qismən təsdiqini tapır. Alo, hər vaxtınız xeyir olsun. Alo, hər vaxtınız. Mehbarə xanım, doğrudan da Cahanə anasını bıçaqlayıbmı? Amir bəy, sizə işinizdə uğurlar, səbir arzulayıram. Çox Uğura düzdür, ehtiyacınız yoxdur, uğurlu işləriniz var. Allah razı olsun. Bəli, anasını 2023-cü ilin oktyabrın 17-sində ölümünə gəlib qanına qəltan eləyiblər. Ölümünə Sanki onun anası ölümdən dönüb. Halbuki elə bir şeyə layiq qadın deyil. Niyə eləmişdi Mehbarə xanım? Bunu niyə eləmişdi? Mən Cəhaniyyə, sən utanmırsan deyirsən, sonuncu dəfə 2-ci sinifdə görmüşəm onu. O qadının bir əli sənin üzərində olub. Ərinlə gəldin onun qapısına, bütün Qaradağ şahid, o qadın yıxıldı sizin ayağınızın altına. Necə şükür eləyirdi Allaha. Sərbəst həyat istəyirdi, konkret sərbəst həyat istəyirdi o qız. Deyirdi ki, anasına hər dəfə deyirdi ki, get sən uşaqlarımı böyüt, mənlə işin yoxdur, mən özümü saxlayıram.